İlk beşikdəki komanda arasında mövsümün medalsız, titulsuz bitirən yeganə klub Turan Tovuzdur. Tovuz təmsilçisi bu mövsüm 3 məqamla yadda qaldı. Çempion komandadan ən çox xal alan rəqib kimi, hər oyuna düşən orta azarkeş sayına görə rekordçu kimi, bir də Tovuzda istifadəyə verilən futbol akademiyası və Kürdəxanada inşa edilən bazaya görə. Komandanın nəticəsinə gəlincə ilk 6 turu 4 qələbə, 2 heçəçə ilə başa vuran Qurban Berdiyevin komandası sonradan axsamağa başladı. Liderdən xal alıb, outsiderlərdən Səbail Kəpəz Şamaxı ilə görüşlərdə inanılmaz xallar itirildi. Ard-arda zədələnmələr optimal heyət qurmağa problem yaratdı. Bu da nəticədə əksini tapdı. Komandanın heyəti medallar uğrunda oynamaq üçün yetərsiz idi. 3-cü yer uğrunda mübarizədə əsas rəqib olan Araz Naxçıvan son 7 oyunda cəmi 1 qələbə qazandı. Zarafatla desək, hər şey etdi ki, Tovuzlular gəlib ilk üçlüyə daxil olsun. Amma Araz xal itirən oyunlarda Turan Tovuz da ondan geri qalmadı. Demək ki, bu komanda Avropaya çıxmağa hazır değildi. Kubokun finalında Allah deyib Qarabağın sabahı udmasını arzulamaqdansa, Berdiyev vaxtında lazımi xalları toplayıb məsələni çempionatda həll etməlidir. Turan Tovuzun rəhbər məsələsində bəxti gətirib. Ehtiram Quliyev məşqçiyə, futbolçuya 2 ay vaxt qoyan rəhbərlərdən deyil. Hələ Turan Tovuza sponsorluğa başlayanda mediaya demişdi ki, sponsor gələn kimi nailiyyət əldə olunmur, bu gələcəyin işidir. Bugün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti ilə gözəl olsa da, amma uğursuz olsa belə bu bizi ruhdan sala bilməz. Statın sonu. Həmin yatırım Kürdəxanada baza tikməklə, Tovuzda akademiya inşa etməklə ortadadır. Qalır səbirsiz Tovuz azarkeşlərinin tələb etdiyi nəticə. Düzü, qocaman Qurban Berdiyevin Tovuz publikasının arzularına çatdıracağına inanmaq çətindir. Madam ki, Ehtiram Quliyev növbəti mövsümdə də 72 yaşlı məşqçiyə güvənəcək, müzakirəsini gələn il bu vaxtlar apararıq. Amma təkcə məşqçi ilə olan iş deyil, normal heyət yığmaq lazımdır. Turan Tovuzun bu ilki 6 milyon 145 min manatlıq büdcəsi buna yetmədi. Uğur qazanmaq üçün bəs nə qədər lazımdır?